Halleluya ya Rabbim. Halleluya İsa Məsih. Halleluya yeri göğü yaradan Rəbb. Halleluya alfa və omega olan ata. Hər şey səninlə başladı. Hər şey səninlə bitəcək. Qoy bizim həyatımızda qədəm bastığımız hər bir işimizdə, əl uzatdığımız hər bir işimizdə, arzularımız, niyyətlərimizdə qoy səninlə başlasın ya Rəbbim. Sənin adınla başlasın. Sənin müqəddəs qanınla yuyularaq, təmizlənərək başlasın. Qoy hər bir niyyətimiz, arzumuz sənin adını ucaltmaq olsun. Sənin səltənətini sənin evladları ilə doldurmaq olsun. Ya Rəbbim, ya Rəbbim, sən bizi bu yer üzündə nur olaraq, işıq olaraq seçdin və bu missiyanı sən elə belə vermədin. Ən birincisi biz özümüz dəyişməliyik. İçimiz, daxilimiz, ürəyimiz, düşüncəmiz dəyişməlidir. Rəbbin surətinə oxşamalıdır. Biz Rəbbin surətinə oxşadıqda bizim ətrafımız artıq bizi deyil, səni görə biləcək ya Rəbbim. Böyükdən tutmuş balacaya kimi, subaydan tutmuş ailələrə kimi. Ya Rəbbim, sənin hüzuruna qaldırıb və sənə minnətdarlıq bildirirəm. Çünki hər biri sənin adını tutaraq irəli doğru gedir. Hər biri sənin adına, ya Rəbbim, ümid bağlayaraq həyat yaşayır. Hər biri səni sipər olaraq görür, ya Rəbbim. Səni yol, həqiqət, həyat olaraq görərək sənin ardıncaq gedir, ya Rəbbim. Buna görə sənə çox minnətdaram. Bizi sevməyi öyrətdin. Bir-birimizə dayaq olmağı öyrətdin. Bir-birimizə dəstək olmağı öyrətdin. Bir-birimizə əl uzatmağı öyrətdin. Yıxıldıqsa bir yerdə yıxıldıq, durduqsa bir yerdə durduq, ya Rəbbim. Sənə minnətdaram ki, göyün qapıları hər zaman üzümüzə açıqdır. Sən heç vaxtı bizdən üzünü döndərmədin, əlini döndərmədin. Hər zaman əlini bizə uzatdın və göylərin qapısını hər zaman bizim üzümüzə açıq qoydun. Sadəcə istəyin o idi ki, biz hər zaman o qapını döyək. Bir dəqiqə belə o qapını yaddan çıxartmayaq. Hər zaman səni axtaraq. Hər zaman səninlə ünsiyyətdə olaq. Çünki sən bizi o qədər sevdin ki, yeganə var olan oğlunu bizə qurban verdin. Bu dünyaya qurban verdin ki, biz o qapını görə bilək, o qapını döyə bilək, o qapıdan içəri daxil olaraq sənin məhəbbətində böyüyə bilək deyə. Sənə o qədər minnətdaram ki, ya Rəbbim. Bugün bir-birimiz üçün bir buxur olaraq, dua eləyərək sənin hüzuruna gələ bilirik. Bir-birimizin dərdini, bir-birimizin sevincini, bir-birimizin kədərini, bir-birimizin yıxılmağını və durmağımızı görərək sənə şükran eləyə bilirik, ya Rəbbim. Bunun üçün sənə minnətdaram. Sənin kəlamlarınla böyüyürük. Sənin sözləri ilə təməl salırıq. Həyatımızı səninlə möhkəmləndiririk. Səni əhatə dairəmizdə bərqərar etməyə çalışırıq, ya Rəbbim. Buna görə sənə minnətdarım, ya Rəbbim. Sən o qədər gözəlsən ki, sən o qədər sevgi dolusan ki, öz məhəbbətini, öz sevgini hər kəs üçün, hər kəs ilə paylaşmaq üçün və artıqlaması ilə vermək üçün məhəbbətin o qədər çoxdur ki,
Mərhəmətin yerə, göyə sığınmaz. Xeyir duaların çeşmə-çeşdir, ya Rəbbim. Hansını istəyirsən seç, hansını istəyirsən əlini uzat. Ya Rəbbim, sən o qədər gözəlsən ki, qoy hər birimiz sənin qarşısına gələndə deyə bilək ki, mən məhz o insanam, sənin dalınca axıra kimi gedəcək. Mən sənin evladınam. Mən nə köləyəm, mən nə özgəyəm, mən səninəm, sənə məxsusam. Səninlə gözümü açdım, səninlə dirildim. Səninlə köhnəliyi ataraq yeniliyə doğru gedənəm mən. Mən sənin evladınam. Sən də mənim atam. Mən səndə, sən isə məndəsən. Bu dünyanın köləliyi, bu dünyanın pisliyi, bu dünyanın xəstəliyi, bu dünyanın yoxsulluğu mənə zərər verə bilməz. Çünki mən sənin evladınam. Mən taxtacı, padşahı olan, yeri, göyün sahibi olan atanın evladıyam. Mənim ehtiyacım yalnız sənin məhəbbətinə bürünməkdir. Mənim hər şeyim var, sağlamlığımda, şəfamda, var dövlətimdə, ruzu bərəkətimdə, xeyir dualarımda, sevincimdə, qalibiyyətimdə, hamısı məndə vardır. Çünki mən sənin evladınam. Mən bunu bəyan edirəm. Hər kəsə, bütün dünyaya bəyan edirəm. Mən sənin evladınam, ya Rəbbim. Heç kim və heç kəs mənim üzərimdə səlahiyyəti yoxdur. Çünki o səlahiyyət sahibi sənsən, ya Rəbbim. Bütün ömrümü, canımı, hər şeyimi artıq sənin əllərinə verdim və mən sənin evladınam deyərək təməl qoydum. Mənim bədənim, mənim düşüncəm, mənim ürəyim, mənim bütün həyatım sənə məxsusdur. Sənə aiddir, ya Rəbbim. Heç nə və heç kim və heç zaman mənə sahib ola bilməz. Çünki mən sənin evladınam, ya Rəbbim. Sən mənim üçün artıq hər şeyi hazırlamısan. Sən mənim üçün qızıldan yolları döşəmsən. Sən artıq mənim üçün öz süfrən arxasında yer hazırlamısan. Çünki mən sənin evladınam. Ya Rəbbim, ya Rəbbim. Hər yağış yağın o yağışın damlasında səni görürəm, ya Rəbbim. Küləyin o səsində səni görürəm, ya Rəbbim. Günəşin o qızmar oxlarında səni görürəm, ya Rəbbim. Gülün ətrində səni görürəm, ya Rəbbim. Buludlarda səni görürəm, ya Rəbbim. Çünki sən bizə öz gözünü verdin ki, biz sənin gözləri ilə bu dünyanı görə bilək. Bu dünyanı sən sevdiyin kimi biz də sevə bilək. Çünki sən bu dünyanı elə böyük bir sevgi ilə, elə bir böyük məhəbbətindən düzəltdin ki, və hər şeyi bizə qulluq etsin deyənə verdin. Bizi hər şeydən daha üstün tutdun, ya Rəbbim. Buna görə sənə minnətdaram. Mən o qədər fəxr eləyirəm ki, mənim göylərdə sonsuz məhəbbətə malik olan bir atam var deyə. Və mən sənin evladın olduğum üçün qürur duyuram. Qürur duyanlar, Rəblə qürur duyun. Kalam bu cür nə deyir? Sənə hər şey üçün minnətdaram, ya Rəbbim.
Qoy sənin naz nemətlərin sənin evladlarının üzərində bərqərar olsun. Sən bizə bəxşiş elədiyin xeyir duaların hər birinin üzərində iqrar olsun, ya Rəbbim. Qoy hər kəs gözü ilə görsün, qulağı ilə eşitsin. Sən bizə vəd elədiklərin, qoy hər birinin üzərində bərqərar olsun o vədlər. Qoy sevinclə hər kəsin ürəyi dolu olsun, ya Rəbbim. Qoy hər birimiz sadəcə yaşıl ağac deyil, amma bar gətirən evladlar olaq. Hər birimiz sənin nurunu, məhəbbətini sıçraya biləcək bir evladlardan olaq, ya Rəbbim. Sənin evladlığın tək mənim üçün deyil, tək mənə xeyir-dua deyil. Mənim ətrafımda olan hər kəsə xeyir-dua verə bilsin. Qoy mən bir insan olaraq sənin hüzurunda cığızlaşım, amma sən mənim içimdən, daxilimdən, günü-gündən böyü, günü-gündən bəhrələn.